qalıb, dayan. Sıxıldı, görsədim. Çəkməni. Salamlayıram hər birinizi. Xahiş eləyirəm, biraz diqqət olun, axıra qədər mənə qulaq asın. Deməli, noyabr ayının 10-unda mən Şoçikə 10 manat pul yükləmişəm. Noyabr ayının 10-unda, keçən noyabr. 6 aydır tək, tənha qadınam da. Yəni mən tək yaşayıram, ailəm yoxdur. 10 manat pul yükləmişəm. İndiyə qədər o 10 manatı sərf eləmişəm. İndi gecə keçdi mənim zadım, işığım keçdi. İndi gedib 5 manat pul yükləmişəm ki, gətirəm işığımı yandıram. O 5 manatı yükləyən kimi çəkdə apardı 4 manat, hələ 92 qəpik mənim borcum qalıb. Ay bizim bu işığa baxan nazirimiz, hara baxırsınız? Mənim işləmirəm, pensiya almıram. Mənim istifadə eləməmişəm. İstifadə eləməmişəm mən bu işığı. Tək tənha qadın var. Gedirəm, qonaq gedirəm ayla. İstifadə eləməmişəm. Mənim 9 manat 92 qəpik niyə borcum olsun? Hara baxırsınız? Biz öldürməkdir fikriniz. Öldürməkdir bizim fikriniz. İndi mən 5 manatı yüklədim. 5 manatı yüklədim, çıxdı borca. İndi 4 manat 92 qəpik borcum qaldı. İndi mən neyniyim? Qaranlıqda qaldım. Hara baxırsınız? Hara baxırsınız? Adamda vicdan olar, adamda hara yığaysınız ey? Vallahi dalınızdan heç nə aparmayasınız.